Əgər oyunlarda donma və ağır açılma problemi yaşayırsınızsa, problem RAM azlığı ola bilər. Bu videoda sizə Windows'da sanal RAM, yəni virtual memory necə artırılır onu göstərəcəm. Düzgün ayarlarla oyunlarınız daha axıcı işləyə bilər. Hazırsınızsa başlayaq. Zombie apocalypse. Sanal RAM, yəni virtual memory nə işə yarayır deyə sual versəz, RAM dolanda Windows'dan SSD ya da HDD-dən bir hissəni əlavə RAM kimi istifadə edir. Mənim kompüterim 1 TB SSD-dir, 24 RAM-dır. Mən isə bu SSD-dən biraz kəsib RAM-a götürmək istəyirəm ki, məsəl üçün GTA 5 oyununda daha rahat oynayım, daha axıcı oynayım. Bunun üçün uyğun dəyərlər yazmalıyam. Hər bir RAM üçün öz uyğun dəyərləri var. Bunları sizə videonun sonunda şəkil kimi göstərəcəm. Şimdi məndə 24 GB RAM olduğu üçün mən hal-hazırda 24 GB ölçüyə uyğun yazacağam. İlk öncə Windows R düyməsi vasitəsilə çalışdır pəncərəsini açırıq. Burada system.cpl yazıb enteri vururuq. Buradan gəlişmiş pəncərəsi, performansdan ayarlar və gəlişmiş pəncərəsini yenidən daxil oluruq. Gördüyünüz sanal bellek seçimində dəyişdir sözünü vururuq. Burada özəl boyutu seçirəm. İndi isə başlanğıc və ən böyük boyut yazsam. Başlanğıc 24576, ən böyük boyut megabayt isə 49152 yazıram. Bu mənim 24 GB RAM-a uyğun olan normal göstəricidir. Ayarlar sözünü tıklayandan sonra gördüyünüz kimi C diskin qarşısında yazdığım dəyər görünür. Sonra tamam vurursunuz. Bunun işə düşməsi üçün kompüterə restart verməlisiniz. Bunu da tamam vurursunuz. Ondan sonra pəncərəni çıxırsınız. Kompüterə belə bir seçenek var. İndi mən video çəkdiyim üçün hal-hazırda restart verə bilmirəm. Sonra yenidən başlat düyməsini seçirəm. İndi isə bundan sonra mənim artıq seçdiyim sanal RAM daha da çox olacaq. Kompüterim artıq rahat işləyəcək oyunlarda və heç bir çətinlik çəkməyəcəm. Bugünlük videomuz bu qədər dostlar. Gələn videoda görüşəndək belə videolar və daha çox məlumatların gəlməsini istəyirsə kanala abunə olub şərhlərdə öz fikirlərinizi bildirməyi unutmayın.